Mənim üçün evlənməlidir, mənim üçün gəlin gətirməlidir, mənim üçün nəvə dünyaya gətirməlidir. Bilinmir yola gedəcəklər, getməyəcəklər, nə vaxt nəvə gəlir, bəs sonra ikincisi bu uşaq tək qalacaq, müəyyən bir yaşa gəlib çatıb, bu övlad şizofreniya xəstəliyindən əziyyət çəkir, amma ana oğlu üçün qız axtarır. Nəyə görə ertələnir? Bəzən mükəmməlçilik buna səbəb olur. Yəni doğrudan da bu gözəl insanla ailə qura bilərdi, amma o qədər mükəmməlçidir ki, bu heç kəsi bəyənmir. Elastiklik səviyyəsi azdır, yola getmə qabiliyyəti bunda biraz zəifdir. Mən ana olmağa özümü hazır hiss edirəmmi? Və yaxud digəridir ki, ata olmağa hazırammı? Söhbət evlilikdən gedir. Bu qədər önəmli bir məsələ. Bəzən görürsən ki, bəzi ailələrdə bir çanta qədər də dəyəri yoxdur. Gedib ana bəyənib məsələn və düşünür ki, heç nə olmaz, həll olar. Bu bir insanın taleyi söhbətidir. Yəni burada gələcəkdə sonradan yaranan deyil, sonradan problemlər çoxalacaq. Yəni sən əgər evlilikdən öncə, hələ ürəyincə deyilsə, tam qərarlı deyilsənsə evliliyə, onda evlənmə. Evlən düzələcək, yəni tamamilə yanlış bir cümlədir. Faciələr, ortada qalan uşaqlar, günahsız körpələr. Ailəçi şiddət. Bəli, xoşbəxt övladlar, xoşbəxt ailədə böyüyürlər. Məsələn, sual verəndə ki, evdə vəziyyət necədir? Məsələn, ata ilə ana münasibəti necədir? Seanslarda görürük ki, hamısı bir ah çəkir. Məsələn, uşağı streslə bağlı gətirirlər, görürsən ki, əsas səbəb odur.